Salam əziz müəllimlər və abituriyentlər. Azərbaycan tarixi Manna mövzusundan davam edirik. Manna mövzusu 4-cü dərsimiz olacaq. Dedik ki, biz 2-ci minilliyin sonlarında dedik ki, Azərbaycan ərazisi Aşur dövləti tərəfindən işğal olunur. Xüsusilə Urmiya gölü ətrafı ərazilər. Həmin dövrdə Urmiya gölü ətrafında vilayətlər yaşayırdı. Həmin vilayətlər vahid şəkildə birləşməmişdilər və onlar pərəşəndə şəkildə işğalçılara qarşı mübarizə aparırdılar. Həmin dövrdə Aşurlar Urmiya gölü ətrafında yaşayan vilayətləri işğal edirdilər. Həmin vilayətləri vilayət başçılarına, tayfa başçılarından fərqləndirmək üçün vilayət başçılarına şarrana deyirdilər. Bu dövrdə Urmiya gölü ətrafında mövcud olan ən böyük şəhərimiz Zama vilayəti olacaq və ya da Zama şəhəri olacaq ki, ən böyük və ya da ən inkişaf etmiş şəhər idi. Bu dövrdə deyirik ki, Urmiya gölü ətrafında vahid dövlət yox idi. Vilayətlərimiz vahid deyildi, hətta bir-birindən mübarizə aparırdılar və bunun üçün də bu dövrdə Aşur və Urartu dövləti tez-tez Azərbaycan torpaqlarına, Urmiya gölü ətrafına hücumlar edirdi. Yəni, bütün bunların hücumların olmasının son nəticəsində vilayətlər daha sonra birləşib müstəqil Manna dövlətini yaradacaqlar. Bunlar hələ Manna dövlətinin yaranana qədər baş verən proseslərdir. Və biz deyirik ki, Manna ərazisinə, Manna adına İlk dəfə 843-cü ildə 3-cü Salman Asanın kitabəsində rast gəlmişdi. Amma bir dənə fərqli olacaq, biz artıq demirik ki, Manna dövləti 843-də yaranıb. Əvvəl deyildi ki, Manna 843-də yaranıb, amma indi demirik. İndi deyirik ki, Manna dövləti, Manna hökmdarının adı ilk dəfə, yəni Udakinin adı hökmdar kimi 3-cü Salman Asanın sərkərdəsi buraya yürüş edir, həmin kitabı da qeyd olunmuşdur. Bu da 829-cu il olacaq. Yəni biz deyirik ki, Manna dövləti 829-cu ildə yaranmış olacaq. Manna paytaxt şəhəri deyir ki, İzurdu şəhəridir. Mannanın yerləşdiyi coğrafi mövqeyə baxsaq, görürük ki, ərazisi əsasən Aşurlarla sərhəddə idi, Urartu, Midiyanın sərhəddə yerləşirdi və daimi Aşur və Urartu dövlətindən mübarizə aparmışdı. Mannada yaşayan əhali əsasən türk dilli tayfalar idi, deyirik. Və Manna əhalisi sosial təbəqə cəhətdən birinci təbəqədə, birinci yerdə əyanlar idi, ikinci yerdə sənətkarlar, üçüncü yerdə kəndlilər, dördüncü yerdə qullar idi. Manna ictimai quruluşuna görə quldar dövləti idi, idarə etməsinə görə monarxiya dövləti idi. 8-ci əsrdə İranzu hakimiyyətə gəlir və İranzudan sonra Manna hökmdarında Mannada hakimiyyət irsən keçməyə başlayır. Yəni yadımıza saxlayırıq ki, Mannada hakimiyyət 8-ci əsrdən irsən keçmişdi. Manna mərkəzləşmiş dövlət idi. Mannada dövləti hökmdar idarə edirdi. Dedi ki, monarxiya vasitəsilə idarə olunurdu və Manna quldar dövlət idi. Mannada Ağsaqqallar Şurası var idi. Ağsaqqallar Şurası məsləhət verilən orqan idi. Hökmdarın yanında fəaliyyət göstərdi. Burada sadəcə məsləhət edirdilər, yekun qərarı hökmdar öz verirdi. Mannada canişinlər yarandı. Canişinlər vilayətləri idarə edən hakimlər idi. Bu İranzun dövründə yaranacaq. Birazdan onun haqqında ətraflı danışacağım. 9-cu əsrdə Mannada vilayət hakimləri dedik ki, bir-birinə vahid deyildi. Hər bir vilayətin bir hakimi var idi. Və hər bir vilayət hakimində böyük bir şəhəri əhatə edirdi ki, məsələn, Zama vilayəti. Zama vilayətinin hakimi var idi və bu vilayət hakimi şəhərin ətrafına qalalar çəkirdi, hücumlardan qorunmaq üçün. Amma bu dövrdə deyirik ki, Mannada vilayətlər arasında olan münasibətlərin pis olması, vahid dövlətinin olmaması, Azərbaycanın xarici hücumları baş verirdi. Bunlar Urartu və Aşur dövləti idi. 9-cu əsrdə Urartu və Aşur dövləti Manna torpaqlarının əl keçirmək üstündə adətən bir-birindən mübarizə apardı. Ki, həm Urartu Azərbaycan Manna torpaqlarını işğal etmək istəyirdi, həm də Aşurlar işğal etmək istəyirdilər. İranzun hakimiyyətə gələndən sonra 747-19-cu ildə İranzu hakimiyyətə gələn vaxt İranzuya qarşı daxildə narazılıq var idi. Həmçində ki, İranzu bu dövrdə Azərbaycana Aşur və Urartu hücumlar edirdi. Yəni, İranzu həm iki dövlət arasında qalmışdı, xarici cəhətdən desək. Daxili cəhətdən isə İranzuya qarşı narazılıq vardı. Kim idi bu narazılıq edənlər? Hansı ki, vilayət hakimləridir, mərkəzə tabi olmaq istəmirdilər. Bu dövrdə İranzunun iki dənə vəzifəsi vardı. Birinci vəzifəsi daxili siyasətlə bağlıdır. Vilayət hakimlərinin özünə tabi etməlidir. Vilayətləri mərkəzə hakimiyyətə tabi etmək üçün canişinlik sistemini yaratdı. Hər bir vilayətə öz yaxın adamını göndərdi. Və beləliklə Mannanı güclü bir mərkəzləşmiş dövlətə çevirdi. Dedi ki, canişinlik sisteminin əsasını qoydu. Daxili siyasətdə olan narazılığı azaldır. Xarici siyasətdə isə hansı ki, deyir ki,
Aşur dövləti ilə dostluq münasibəti qurur Urartuya qarşı. Və bundan sonra biz bunun bəhrəsini görürük. 735-ci ildə Aşur və Urartu müharibə aparır. Aşur qalib gəlir, Urartu məğlub olur. Və bundan istifadə edən İranzu işğal olunmuş Manna torpaqlarını geri alır. Bundan sonra deyirik ki, bu 735-ci ildən sonra Manna bu Urmiya gölü ətrafında güclü dövlətə çevrilir. Birinci Rusa həmin dövrdə Mannanın güclənməsinə qarşı çıxırdı və vilayət hakimlərinin əlaqələr yaradır. Hansı ki, vilayət hakimləri təhrik edirdi ki, İranzuya qarşı çıxsınlar və Mannanın tərkibindən ayrılsınlar. Daha sonra həmin dövrdə deyirik ki, Mannanın tərkibindən çıxan vilayətlərdən biri də Zikörtü vilayəti olmuşdur. Bunun adını yadımıza saxlayaq. Bu həmin vaxtda deyirik ki, birinci Rusa hansı ki, vilayət hakimlərinin Manna hökmləri İranzuya qarşı qaldırırdı və 719-cu ildə Mannanın iki şəhərində Şahandahol və Durdukku şəhərlərində üsyan baş verir və İranzu müttəfiqi Asur hökmdarı idi və İranzu Asur hökmdarından xahiş edir ki, bu üsyanı yatırmaqda İranzuya kömək etsin. Asur hökmdarı 2-ci Sargon 719-cu ildə Mannaya hücumlar edir, Mannaya yürüş edir, birinci yürüşü. Bu üsyanları yatırır, üsyançı şəhərləri məğlub edir və həmin şəhərlərin əhalisini Aşur şəhərinə köçürmüşdür. Daha sonra bu 719-cu ildə yəni Manna dövlətində vəziyyətin mürəkkəb olduğu bir dövrdə İranzu ölür, İranzudan sonra hakimiyyətə Aza gəlir. Aza dövründə bu vəziyyət daha da mürəkkəbləşir. Hansı ki, Urartu pərəst canişinlər mərkəzi hakimiyyətə qarşı çıxırlar və 716-cı ildə Uaş və yaxud da Səhənd dağı yaxınlığında baş verən döyüşdə Urartunun dəstəklədiyi canişinlər Azanı öldürürlər. Aza öləndən sonra Urartu hökmdarı olan 1-ci Rusa 22 Manna qalsın və bir çox Manna ərazisini işğal edir. Belə bir gərgin vəziyyətdə hakimiyyətə Ulusunu gəlir və Ulusunu öz hakimiyyətini tanısın deyə razılaşır ki, 22 Manna qalsın və Manna müəyyən əraziləri Urartuya keçsin. Yəni, bunu bu formada başa düşmək olar ki, Ulusunu hakimiyyətə gələndə Asurla ittifaqı pozur və Urartu'la ittifaqı birlikdə bərpa edir. Urartu ilə ittifaq qurur. Və 22 Manna qalasına 1-ci Rusiyaya verilməsinə razılıq verir. Bundan qəzəblənən 2-ci Sargon 716-cı ildə Mannaya hücum edir. Mannanın paytaxtı İzurdu şəhərini tutur. Daha sonra Ulusunun gəlir tabi olur, bağışlanır. 2-ci Sargon Ulusunu bağışlayır. Ulusunun 2-ci Sargona tabi olur və Ulusunun hakimiyyətinin sonuna qədər Asur dövlətindən ittifaqı pozmur. Asur dövlətinə sadiq qalır. 2-ci Sargon 714-cü ildə 3-cü dəfə Mannaya yürüş edir. Bu yürüşün əsas sahiblərindən biri burada öz hakimiyyətlərini möhkəmləndirmək idi. Burada Sirdikqa müqaviləsi bağlanır iki tərəf arasında, Manna və Asurlar arasında. Bu müqavilənin şərtinə əsasən deyirik ki, Ulusunun Asur ordusunu ərzaqla təmin etməlidir. Bunun qarşılığında isə Asur hökmdarı isə Urartunun işğal etdiyi torpaqların hamısını Mannaya qaytarmalıdır. Və belə də olur. Deyirik ki, Asur hökmdarı Urartu dövlətini bir dəfə məğlub edir. Urartunu Manna torpaqlarından qovub çıxarır. Urartunun işğal etdiyi Manna torpaqlarını geri alır. Və bundan sonra Urartu dövləti bir daha Mannanın daxili işlərinə qarışa bilmir. Biz Urartunun adına ən axırıncı 714-cü ildə çəkirik. Ondan sonra Urartu adına qeyd etmirik Manna tarixində. Bundan sonra hansı ki Urartunu məğlub edib, Urartu buradan qovulur, çıxarılır. Manna daha da güclənir deyirik bu ərazilərdə və Urmiyanın şimalında ələ keçirir. Biz əgər desək ki, Manna Şimali Azərbaycanı ələ keçirmişdir, bunu yanlış olar. Amma testlərdə diqqət edək ki, Urmiyanın şimalını ələ keçirmişdir deyirik. Buna xüsusilə diqqət edək. Ahşerlə davam edirik. Deyirik ki, Ahşerin dövründə 7-ci əsrin 1-ci ərsində İskit, Kim və Sak tayfaları Cənubi Qafqaza yürüş etdilər. Anadoluya keçirlər, hətta Misrə qədər ərazilərə gedib çıxmışdı İskitlər. Bu tayfalar gələndə Azərbaycana yenilişlər gətirdilər, hansı ki, yeni döyüş taktikaları gətirdilər. İskitlər at üstündə həyat keçirən tayfalar idi, döyüş arabalarından istifadə edirdi, süvari qoşunları xüsusilə çox inkişaf etmişdi və oxçuluq sənəti İskitlərdə inkişaf etmişdi. Və İskitlər Azərbaycan arasında məskunlaşandan sonra, hansı ki, İskitlər Azərbaycan arasından məskunlaşandan sonra bu döyüş taktikalarını yerli Azərbaycan dövləti, Manna dövləti və əhalidə mənimsəyəcəkdir. Bu dövrdə deyir ki, İskitlər Aşur dövlətinə hücum edirlər.
Aşurun Neviyə şəhərini qarət etmişdilər. İskitlərin Manna ərazisində məskunlaşması və Mannanın şimalında məskunlaşması Mannanın buradakı qüvvətini gücləndirdi. Deyir ki, Ahşeri Manna hökmdarının İşbakay İçki hökmdarı müttəfiq olurlar və Ahşeri bundan maksimum istifadə edərək müstəqil siyasət yeritməyə başlayır. Yəni, Aşurla ittifaqı pozur. Aşurla ittifaqı pozan iki dənə hökmdarın adını çəkirik. Bir, Ulusunun adını çəkirik, bir də ki, Ahşerin adını çəkirik. Ulusunun Aşurlarla ittifaqı pozmuşdu, Urartu'la dost olmuşdu. Ahşer isə Aşurlarla ittifaqı pozdu, İskitlərlə dost oldu. Deyir ki, Ahşeri Aşurlarla ittifaqı pozur. Aşurlara qarşı baş verən üsyanlar zamanı hansı ki, üsyançılara kömək dəstəkləri göndərmişdi və hətta Aşurun sərhəd ərazilərinə hücumlar etmişdi. Bütün bunlar Ahşerlə İskitlərlə yaxınlaşması, Aşura qarşı baş verən üsyanlara kömək etməsi və Aşurlarla və yaxud Assuriya ilə ittifaqı pozması 650-ci ildə Aşurbanipalın Mannaya hücum etməsindən gətirib çıxardı. 650-ci ildə Aşurbanipal Mannaya hücum edəndə artıq İşbakay hakimiyyətdə deyildi və bu dövrdə Assurlar İskit hökmdarlarının bir tərəfinə nail oldular və deyir ki, Manna-İskit ittifaqı pozuldu, parçalandı və Manna böyük güclü Assuriya dövlətinin qarşısında tək qaldı. Bu dövrdə Aşurbanipal 650-ci ildə Mannaya hücum edən zaman İzurdu şəhərini dağıdır, eyni ilə 716-cı ildə olduğu kimi və daha sonra qayıdıb öz ölkəsinə qayıdır. 650-ci ildə Ahşeriyə qarşı üsyan baş verir, Ahşeri devrilir, yerinə Oğalini keçir. Oğalinin dövründə Aşurlarla ittifaqı bərpa edir və Ahşerinin pozduğu və bu dövrdə Midiya və deyirik Babil dövləti qüvvətlənirdi, Aşurlar isə zəifləyirdi. Yəni Oğalinin yox, Oğalidən sonraki hökmdarların dövründə Midiya və Babil qüvvətlənirdi, Aşurlar isə zəifləyirdi. Amma Manna hökmdarları Aşurlarla ənənəvi siyasi əlaqəni kəsmədilər. Bu da Mannanın daha sonra süqut etməsinə gətirib çıxardı. Bu, Manna hökmdarlarının böyük siyasi səhvləri olacaq. Midiya və Babildə qüvvətlənirdi. 590-cı ildə Midiya deyir ki, 590-cı ildə Manna dövlətinə son qoydu. Mannanın təsərrüfatından və mədəniyyətindən danışaq. Deyir ki, Mannada atçılıq inkişaf etmişdi, maldarlıq inkişaf etmişdi. Mannada atçılıq əsasən Subi vilayətində idi. Manna sənətkarları möhürlər, duluz qabları düzəltməyi bacarırdılar. Eyni zamanda Mannada 2 ilə 3 dənə şəhərin adını çəkirik. Həsənli, Zivyə və Mərlik adında yaşayış məntəqələrinin adını çəkirik. Həsənli yaşayış məntəqəsindən Qızılcam tapılmışdır. Bu Qızılcamda Mannanın çox tanrılı olduğunu göstərirdi. Deyir ki, günəş, ay və külək yağış tanrılarına inanırdı Manna əhalisi. Bu Həsənliyə aid olacaq. Deməli, Həsənlidən Qızılcam tapılıb və çox tanrılı olduğunu göstərirdi. Həmin o camın üzərindəki figurlar. Zivyə tapıntısı var. Zivyə şəhərindən nələr tapılmışdı? Qızılcam və gümüş sini tapılmışdı. Qızılcamın üzərində dirilik ağacına bağlı məlumatlar var. Hansı ki, insanlar inanırlar ki, dövrdə insanlar həmin o ağacdan meyvə yeyirlər və ömürlük yaşayırlar da, ölmürlər. Yəni, bu dirilik ağacı idi. Zivyədən gümüş sini də tapılacaq. Gümüş sinin üzərində hieroqlif yazısından yazılar yazılmışdı və bu onu göstərir ki, Manna əhalisi hieroqlifdən, Manna dövləti hieroqlif yazısından istifadə edir. Manna əhalisi yazı olaraq deyir ki, yerli yazı növündən də istifadə etmişdir. Mix yazını mənimsəmişdilər və mix yazından yanaşı hieroqlif yazından istifadə etmişdilər. Dərs 5 Azərbaycan eramızdan və 7-ci əsr və eramızdan və 4-cü əsrlər tarixini baxırıq. Bu dövrdə deyir ki, Kimmerlər Qaradəniz ətrafında yaşayırdılar, Krım yarımadası ətrafında yaşayırdılar. İskitlər Kimmerləri məcbur etdilər ki, Azərbaycana köç etdilər. Kimmerlər eramızdan və 7-ci əsrin əvvəllərində Azərbaycana köç etdilər və deyir ki, 7-ci əsrdə Qafqaza, yəni Azərbaycana daxil olurlar. Kimmerlərin başçısı Tuqdam olmuşdu və əlavə olaraq da Kimmerlərə aid nəyi bilək? Bilək ki, Aşurlara qarşı müharibələrdə Kimmerlər də iştirak etmişdir. İndi burada davam edək. Deyir ki, İskitlər də Azərbaycana köç etdilər. İskitlər Kimmerləri əvvəl təkid etdilər, köç etmələri üçün sıxışdırdılar. Daha sonra isə İskitlər özləri Azərbaycana gəldilər. Aşur mənbələrində İskitlər İşquzlar deyildilər və Mannanın şimalında Urmiya gölünün şimalında məskunlaşmışdı İskit tayfaları. Başçıları İşbakay idi. Bunlar Azərbaycanda yaşayan Alban, Kaspi və Uti tayfalarında özlərinə birləşdirmişlər. Bunların adlarını mütləq əzbər bilməliyik. Albanlar, Kaspilər və Utilər. Deyir ki, İskit tayfaları ön Asiya xalqlarının
mədəniyyətinə və siyasi həyatına ciddi təsir göstərmişdilər. Ön Asiyada olan hansısa imperiyaların dağılmasına və eyni zamanda Ön Asiya xalqlarının yeni döyüş üsulları öyrənməsinə şərait yaratmışdı İskitlər. İskitlərin əsas hissəsi, ümumiyyətlə bu tayfaların əsas hissəsi Sak tayfalarıdır. Yəni Sakların əsas hissəsi Massaget tayfalarıdır. Massaget tayfaları deyək ki, Dərbənddən keçərək Azərbaycanın şimalında məskunlaşmışlar. Biz Əhəməni mövzusunun içində Massagetlərin adını yenə qeyd edirik. Yəni Massagetlərin Azərbaycana gəlməsi yenilik kimi deyək ki, yenilik kimi əlavə olunub və bu yenilik deyək ki, Massagetlər nə vaxt Azərbaycana gəldilər? Eramızdan əvvəl 7-ci əsrdə Azərbaycana gəlmiş olacaqlar. Kimmer İskit Sak dövlətinin yaranmasından danışaq. Deyir ki, bunların başçısı əvvəl İşbakay olmuşdu. İşbakay Manna hökmdar Ahşerindən dost idi. Kimə qarşı? Assurlara qarşı. Və Assurlara hücumlar edirdi. Assurlara hücumlar etməsi və Assurların döyüşlərdə məğlub olması Assuriya tabi olan xalqlarda azadlıq ümidləri doğururdu. Bunlardan biri Midiya idi. Midiya bu dövrdə Assurlara qarşı azadlıq hərəkatına başlayacaq. Hansı tarixdir bu? Eramızdan əvvəl 7-ci əsrin birinci yarısıdır. 670-ci illər. Biz bu illərdə Midiyaya geçsək, birazdan Midiyada qeyd edəcəm. 673-cü ildə Assurlara qarşı azadlıq hərəkatını başlayacaq Qaşdar idi. İndi buradan davam edək. Deyir ki, Assuriya hücumlar etdi İskitlər və Assuriyanın döyüşlərdə məğlub edir. Midiyada azadlıq hərəkatı başlayır. Hətta Ahşeri də Assuriyanın tərkibindən çıxır və Ahşeridə müstəqil siyasət edir. Hətta Assuriyaya qarşı hücumlar edir. Bundan sonra artıq Assuriya görür ki, Midiya və Manna və İskiti birlikdə məğlub edə bilməyəcək. Diplomatik yola əl atır və İskitlərin bir tərəfindən nail olur, Mannanın döyüş meydanında tək qoyur. Müəyyən dövrdən sonra İskit dövləti də burada mövzu olan İskit dövləti də zəifləyir və eramızdan əvvəl 590-cı ildə Midiya dövlətinin tərkibinə daxil olur və İskit dövləti süquta uğrayır. Midiyadan danışaq. Deyir ki, Midiya dövləti vahid şəkildə 672-də yaranıb 550-ci ildə süqut edir. Paytaxt şəhəri Ekbatan şəhəri olacaq, yəni Həmədan şəhəri olacaq. Amma əvvəlki dövrdə Həmədan yox idi, biz Ekbatan şəhəri deyirik. İlk məlumatlar eramızdan əvvəl 9-cu əsrdə verilmişdir və Midiya haqqında ilk məlumatlar Assur mənbələrində qeyd olunur. Deyir ki, Assurun uzun müddət işğalı altında olmuşdur. Yəni Midiyadır, Manna əraziləridir. Bu ərazilərə tez-tez Assur basqınları olurdu, bunu qeyd etmişdik. Assur dövləti iki sayısı ərazisində mövcud olan dövlət idi. Bunu da yadımıza saxlayaq. Qaşdaritin dövründə, Qaşdarit 673-cü ildə Assura qarşı azadlıq hərəkatı başladı və 672-ci ildə Assurları Midiyadan qovub çıxarır, Midiyanı vahid şəkildə birləşdirmiş olur və bu dövlətin paytaxtı da Ekbatan olacaq. Qaşdariti nəsli əyanların idarə etməni dəyişir, nəsli əyanların yerinə nəsli əyanları ləğv edir, onun yerinə nəsli əyanlar saray əyanlarına çevrilir. Yəni nəsli əyanların saray əyanlarına çevrilməsində yadımıza saxlayaq. Qaşdaritin hakimiyyətinin sonuna yaxın İskitlərin burada ağalıq dövrü olacaq. 653 və 625-ci illər, 28 illik İskitlərin burada ağalıq dövrü olur. Daha sonra Kiaksar hakimiyyətə gəlir. Kiaksarın dövründə 625-585-ci ildə hakimiyyətdə olmuşdur. İskitləri ölkədən qovur, hərbi islaha keçirir, nizami qoşun yaradır və İskitlərin döyüş taktikalarını öyrənir, ordunu süvarilərdən təşkil edir, piyadaları süvarilərdən ayırır, oxçular, nizəçilər, adlı xüsusi qoşun növləri yaradır. Midiya qoşununu, Midiya ordusunu gücləndirir, möhkəmləndirir. Bundan sonra Midiya Babil dövlətindən dostluq müttəfiqlik münasibəti qurur. Assuriya qarşı mübarizə aparacaqlar bunlar. Midiya və Babil. Mannada qeyd etmişdik bu dövrdə. İlk öncə Assurun 612-ci ildə Neviya şəhərini tuturlar. Neviya şəhərini aslanlar yuvası da deyirdilər. Onu da yadımıza saxlayaq. 605-ci ildə Assur dövlətinə son qoyur Midiya. Urartu, Manna, İskit isə eramızdan və 590-cı ildə süquta uğradır. Midiyanın sonuncu qüdrətli hökmdarı Astiyaq olacaq. Astiyaqın dövründə işğalları dayandırır, Zərdüştlük dinini yaymağa çalışır, yaymaq istəyirdi və Maq şahinləri ilə sıx əlaqələr yaratması onun nüfuzdan düşməsinə gətirib çıxarmışdı və Midiya dövləti zəifləməyə, tənəzzül etməyə başladı. Daha sonra 2-ci Kir 553-cü ildə Midiyaya qarşı üsyan başladı. 2-ci Kir Astiyaqın nəvəsi idi, onu da deyək. Və 550-ci ildə Midiya dövləti, Əhəməni dövlətindən danışaq. Əhəməni dövləti eramızdan əvvəl 550-də, yəni 30-30-da süqut edir. Paytaxtı Ekbatan şəhəri olacaq.
Midiyanın da paytaxtı Ekbatan idi, Əhəmənilərin də paytaxtı Ekbatan olacaq. Əhəmənilər deyir ki, eramızdan 550-ci ildə 2-ci Kir tərəfindən Əhəməni dövləti yaradılır, onu da yadımıza saxlayaq. 2-ci Kir 530-cu ildə Azərbaycan şimalına hücum edib, bu zaman Tomris 2-ci Kiri məğlub edib və öldürür. Əhəmənilər Azərbaycan şimalını tuta bilmirlər. Daha sonra isə 1-ci Dahran dövründə deyir ki, 1-ci Dahra işğalları genişləndirir, Əhəməni dövlətini daha da qüvvətləndirir və Şimali Azərbaycanı özünə tabe edir. Şimali Azərbaycan şərti olaraq Əhəmənilərə tabe olub. Yəni, tam şəkildə buranı belə əsarət altına almayıblar. Yəni, bunu yadımıza saxlayaq. Amma əlavə olaraq deyirik ki, burada yeni bir məlumatdır. 1-ci Dahran dövründə Əhəmənilər Şimali Azərbaycanı özlərinə tabe etmişlər. 1-ci Dahran dövründə ölkə çox böyük əraziyə yayılmışdı və ölkəni satraplıqlara böldü. Mannada necə canişinlər var idi, vilayətləri idarə edirdi. Əhəmənilər də belə satraplara böldülər. Hər satraplığın satrap təyin olundu. Yəni, vilayət hakimi və yaxud da canişin təyin olundu. Deyir ki, Azərbaycan şimalında bu dövrdə, Əhəmənilər dövründə mədəni, iqtisadi, sosial cəhətdən inkişaf baş verir, çiçəkləmələr baş verir. Daha sonra deyəcək ki, Albaniya dövlətinin yaranması üçün şərait yaranacaq bu dövrdə, hansı ki, Əhəmənilərin tərkibində olduğu dövrdə. 3-cü Dahran eramızdan və 4-cü əsrin 30-cu illərdə hakimiyyətə gəldi. Hakimiyyətə gələn vaxtda hakimiyyət uğrunda mübarizə gedirdi Əhəmənilər dövlətində. Bundan istifadə edən satraplar mərkəzə qarşı üsyanlar edirdilər və vilayət hakimləri mərkəzə tabe olmurdular. Eramızdan əvvəl 331-ci ildə Makedoniya üsyançılar deyir ki, Şərqə yürüyüş zamanı Əhəmənilərlə müharibələri var və biz burada bir dənə döyüş, Qavqameli döyüşünün adını çəkirik. Makedoniya üsyançılar Qavqameli döyüşünü Əhəməni ordusu məğlub edir. Biz də burada nəyə öyrənməliyik? Əhəməni ordusunda Atropat xidmət edirdi, sağ cinahına başçılıq edirdi və Atropat satrap vəzifəsində idi. Həmçinin Azərbaycanın Alban kadrosu sağ tərəflərdə Əhəməni ordusuna xidmət edirdi. Yəni, bunların hamısı Əhəməni ordusuna xidmət edirdi. Amma deyir ki, bu döyüşlərdə kim qalib gəlir? Makedoniya üsyançılar 331-də Əhəməni döyüşünə qalib gəlir. Daha sonra Əhəmənilər Persopol şəhərini tutaraq yandırır. 330-cu ildə isə Əhəməni dövlətinə son qoyulur. Biz əgər davam etsək, Makedoniya üsyançıların buradakı hakimiyyət dövründən danışırıq. Birinci, Azərbaycanın cənubunda, ümumiyyətlə bilirik ki, Azərbaycan şimalında daha gec dövlət yaranıb. İlk dövlət Albaniya dövləti olacaq. Amma Azərbaycan cənubunda erkən dövlətlər və Manna dövlətinin adını çəkirik. Manna dövləti olmuşdur. Mannaya Midiya son qoydu, Mannanın ərazilərini ələ keçirdi. Amma yadımıza qalsın ki, Midiya Şimali Azərbaycanı tutmamışdı. Midiya Şimali Azərbaycanı tutmamışdı. Bunu yadımıza saxlayaq. Əhəmənilər Midiyaya tabe olan torpaqları tərkibinə qatdılar. O cümlədən bütün Cənubi Azərbaycanın tərkibinə qatdılar. Həmçinin Əhəmənilər əlavə olaraq deyir ki, 1-ci Dahran dövründə Şimali Azərbaycanda artıq özlərindən asılığa salmışlar. Makedoniya üsyançıları Əhəməni dövlətinə son qoyur və Əhəmənilərə tabe olan həm Şimali Azərbaycan, həm də ki, Cənubi Azərbaycan keçir Makedoniya üsyançılarının əlinə. Keçənci illər eramızdan əvvəl 330 və 323-cü illər. Makedoniya üsyançıları burada hakimiyyəti əlinə alır 330-cu ildə. Bütün satrapları, yəni Əhəmənilərin təyin etdiyi bütün satrapları vəzifədən qovur 330-cu ildə. Lakin Atropatı daha sonra 328-ci ildə yenidən satrap vəzifəsinə gətirir. Atropat Kiçik Midiyanın satrapı idi. Kiçik Midiyada Cənubi Azərbaycan idi. Yəni qədim dövrdə Manna dövləti bu ərazidə mövcud olur və daha sonra burada Atropat öz mövqeyini möhkəmləndirəcək satrap kimi. Daha sonra isə üsyançıların ölümündən sonra burada özünə olan özünün dövlətini, Atropaten dövlətini yaradacaqdır. Dedik, Kiçik Midiya vardı, bir də Böyük Midiya vardı. Böyük Midiyada isə Makedoniyalılar ağalıq edirdilər, deyirik. Daha sonra üsyançılar Hindistana hücum edir, 327-ci ildə bura yürüş edir. Biz bunu ümumi tarixdən də keçirik. Hindistanın şimal-qərbində müəyyən müddət möhkəmlənmişdi hətta. Amma həmin vaxtda Atropatena, yəni Azərbaycan ərazisində Baryaksin üsyanı baş verir Makedoniyalı üsyanlara qarşı. Atropat bu üsyanı yatırır və Baryaksin özü şəxsən Makedoniyalı üsyanlara təhvil verir. Və bundan sonra bir çox satraplar vəzifədən qovulsalar da Atropat satrap kimi öz vəzifəsində qalmışdı.